Böyük qayıdışın əsas məqsədləri Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Qarabağ rayonu Büşvüqabat qəsəbəsində keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindən Böyük qayıdışa bərabərlik adlı maarifləndirmə tədbirində bu fikirlər səsləndirilib. Keçmiş məcburi köçkünlərə dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin qanunvericilikdə nəzərdə tutulan başa çatma müddətləri, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri, eləcə də azad edilən ərazilərdə icra edilən geniş miqyaslı humanitar mina təmizləmə fəaliyyəti barədə məlumat verilib. Qayıdışın mərhələli şəkildə aparıldığı diqqətə çatdırılıb. Əsas fəaliyyət istiqamətləri dedikdə ilk növbədə böyük qayıdış prosesinin bünövrəsini təşkil edən sosioloji sorğuların keçilməsi, qayıdışla bağlı ilkin proqnozların hazırlanması, böyük qayıdışa dair texniki təşkilati məsələlərin həlli, bərpa qrafikinə uyğun olaraq keçmiş məcburi köçkün soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa edilmiş və yaxud inşa olunmuş evlərinə və mənzillərinə köçülməsi, təbliğat, təşviqat, maarifləndirmə işlərinin aparılması və bugünkü tədbirdə həmin bənd əsasında həyata keçirilir. İlkin növbədə qayıdacaq yaşayış məntəqəsinə komitədə fəaliyyət göstərən komissiya tərəfindən siyahılar tərtib olunur. Həmin siyahılarda ilk öncə ağır şəraitdə yaşayan ailələr, yataqxana, pansiona, düşərgə, bağça, inzibati binalarda yaşayan məcburi köçkün ailələri seçilir. Müstəsna hal kimi burada müəllim, həkim və digər peşə sahibləri, ehtiyac olan peşə sahibləri də ilkin köçə əlavə olunur.